Tələbəm Məzahir bəylə bugün şəhər daxil sürmə dərsimizdəyik. Məzahir yeni Yasamaldayıq. Bu sizə yeni özü qısa nizamada həddir. Ehtiyatını saxla. Sağa doğru çıx yavaş yavaş. Get dayanma. Bax dostum, qarşıdan işıq oradan sağa gedəcək oldu. Ona nəzərində sazmanı tutmağa çalış və yerdəki o çala çökürlərini özünü qorumağa maksimum şəkildə çalış. Yəni nə qədər çalışsan da düşməyəsən, amma mümkün deyil də, o qədər çoxdur ki, yerdəki çala çökürlər. Ya bu yollar köklü təmirə getməlidir. Yəni çox biabırçı vəziyyətdədir. Yəni konkret sağa qaçırsan, sağa düşürsən, sola qaçırsan, sola düşürsən. Yəni baxırsan, çalışırsan ki, çala seçirsən ki, balacasan düşəsən sonmasa. O vəziyyətdədir. Ona görə bu yollar təmir olunmalıdır, yaxşı olar ki, olunsun. Hələ qarşıdan qış gəlir, qar gəlir. Oradakı təsəvvürlər ki, onda buraların vəziyyəti necə azınacaq olacaq. Nəinki bura, Bakının bir çox küçələrində yollar təmirə getməlidir. Baxırsan, nasıl düşüb təkər ora. İndi biz sağa gedəcəyik. Bax, bu qabağımızdakı bir ayda olan avtomobil normal dayanmır. Zolta düzgün mövqe tutsaydı, biz qabağa gedib stop qəddinin qarşısında dayana bilərdik. Biraz qabağa bıraq. Zolaqda düzgün mövqe tutmaq lazımdır. Bizim sağımızda maniyə var. Bununla keçmək qeyri-mümkündür. Ona görə də bax, maşın düzgün mövqe tutsa biz keçərik. Sağa dönəcəyik buradan. Yeni Yasamaldasan. Bax, sol tərəfində İctimai Televiziyadır, üzbəüz tip texnikomudur. Bunlar niyə deyirəm sənə? Sabah özün tək sürərkən inşallah gələcəkdə maşınını, bu yollar sənə tanış gəlsin. Sən buradan qalmırsan da, Yasamalda yaşamırsan, dəstə üçün gəlsin Yasamala. Hövsündən gəlsin, Hövsün arasından gəlmişsən, bizim dəstəyə qoşulmuşsan. Və təbii ki, Yasamal tanımamağın normaldır. Amma sənin çalışdığın yollarla tanış edirəm ki, biraz artır, bir balaca artır. Piyada yol verək, dönəcəksin. Bax, biraz geniş götür, get, geniş götür, piyada arxa tərəfdən keçir, dayanma, keçir. Bax, piyada keçib deyir. Biraz onun arxa tərəfindən geniş götürsən, keçib gəlsən ki, arxadan gələn maşınlar da dönə bilsin. Sənin dayanmağın arxadan gələnlər də manisi deməkdir. Çünki bəzən, bax, burada da elədir. İşıq var, tez sönür, yaşıl tez sönür, az vaxt verilir. Sən necə keçmək istəyirsən, arxadan gələnlər də keçmək istəyir də. Maksimum ki, piyadalar çox olsaydı, deyərdim, dayan gözlə məcbur. Amma bir dənə piyadadır, artıq piyada keçsin, çox səsin keçib. Biraz qabağa versin, arxa səsin keçib versin. Artıq o yol vermək sahilə, narahat olma. İndi Hövsündan gəlirsən, Yasamalı tanımaya bilərsən, təbiidir. Çalışdığım qədər yollar haqqında məlumat verirəm ki, sabah gələcəkdə özün maşını sürəndə sənə tanış gəlsin bu yollar. Və yeni sürməyə başlayan tələblərdə belə bir, ümumiyyətlə nə tələblərdə, yeni başlayan sürücülərdə belə bir durum olur ki, təzə başlayan vaxtlar tanınmadıqları yolda özünü təşvişə salırlar, biraz həyəcanlanırlar. Düz lazım deyil, amma indi zamandan keçir o həyəcanda. Ona görə deyirəm ki, bax, tanıyasan ki, gəlsin öz maşından buradan keçəndə, deyəsən, o vaxt buranı məlimdən sürmüşdüm, buranı tanıyıram. İndi bax, üzü İnşaatçılar metrosuna doğru gedirik və İnşaatçılar metrosu tərəfdə də piyadalardan ehtiyatlı əsasən. Yeraltı piyada keçisi olurlar, yoldan keçirlər və şütəvi şəkildə keçirlər. Ona qədər maksimum diqqətli oldu. Oldu? Olurlar.